Azərbaycanda belə bir söz var da, söyüşün yapışması məsələsi. Bax, Azərbaycanda kifayət qədər üzdə olan siyasətçilər, müxalifətdən, azad cəmiyyət ifadəçiləri, onların hamısının hökumətin trolları uzun illərdir söyür. Amma baxın görün ki, mübarizə aparan, bu sistemə qarşı dirəniş göstərən və söylən adamların hansının üzərinə o söyüş yapışıb? Hamımızı söylürlər də. Yəni bizim ən uzqar kənddə yaşayan aktivistimizi bunlar trolları vasitəsilə, mətbuatları, qəzetləri vasitəsilə söylürlər, təhqir eləyirlər. Açıq aydın. Amma onların heç birinin söyüş yapışmır. İctimai fenomen olmur, siyasi fenomen olmur. Ən yaxşı halda belə olur ki, deyirlər ki, alçaqlığa baxın da, filan kəs bəyi də, filan kəs xanımı da söydülər, təhqir elədilər, ailə üzvlərinə qarşı ləyaqətsiz hərəkət elədilər. Azərbaycanda, məsələn, iki adamın adını çəkim də nümunə üçün. Əhəd Abiyev, Hafiz Hacıyev. Yəni, bunlar Azərbaycan hakimiyyətinin kütləvi şəkildə cəmiyyətə göstərdiyi söyüş, təhqir ritorikasına əl atan adamlar olub. Amma bugün vəziyyət o yerə gəlib çatıb ki, Azərbaycanda özünə hörmət eləyən bir adamı aclamaq üçün onu söymürsən. Elə deyirsən ki, ay Hafiz Hacıyev, ay Əhəd Abiyev, o onun üçün ən böyük təhqirdir. Yəni, təhqir silahın müxalifətçiləri alçaltmaq üçün istifadə olunan adamların adı özü söyüşə çevrildi. Bəli. Amma fikir verin, hökuməti, Azərbaycan hakimiyyətinin, İlham Əliyevin, onun ailəsini bugün ən keyfiyyətsiz adam söyəndə belə cəmiyyətdə rəğbət qazanır. Cəmiyyət onu qəhrəman kimi görür. Bu nəyin göstəricidir? Yəni, bunu bilmək üçün akademik olmağa, Ramiz Mehdiyevin bu cilik-cilik kitablarını oxumağa ehtiyac yoxdur. Hökumət o qədər nifrət qazanıb ki, o qədər ictimaiyyətdə özünə qarşı hiddət toplayıb ki, onu alçaldan, onu söyən adam avtomatik olaraq xalqın o içində yığınan qəzəblərin ifadəçisi kimi qəbul olunur və o adam qəhrəmanlaşdırılır. O adam rəğbət görür. Bu da çox ciddi məsələdir. Hökumətdə əgər hakimiyyətdə azca soyuq başla, təfəkkürlə bu məsələlərə yanaşan varsa, bunlara baxmalıdır ki, niyə görə bizi söyən insanlar, təhqir olan insanlar cəmiyyətdə bu qədər populyar olur. Dünyanın hər yerində, məsələn, Avropada xeyli azadlıqdır. Yəni, burada söyüş də hətta ifadə azadlığına girir. Prezidentləri, nazirləri, rəhbərləri, deputatları söyən insanlar var. Açıq şəkildə təhqir eləyən insanlar var, yazan adamlar var. Onların heç biri Azərbaycandakı kimi ictimai maraq obyektinə çevrilmirlər. İctimai simpatiya qazana bilmirlər. Çünki Azərbaycan tənqidi səsləri boğub. Bu cəmiyyətin təbiətidir, naturasıdır ki, bu ehtiras hansısa formada ifadə olunmalıdır. Sən onu duyğuların, hisslərin məhv eləyə bilməzsən. Sən azad mətbuatı susturdun, danışan insanları həbsxanaya atqına, saytları blokla, qəzetləri bağla ki, səni tənqid eləməsinlər. Onda sən özün təhqirin qapısını açmış oldun. Əgər bu cəmaatın, bu hisslərin, bu duyğuların, ehtirazların normal şəkildə siyasətin qaydalarını, mətbuatın qaydalarını, ümumiyyətlə ictimai siyasi əxlaq normalarını qoruyaraq ifadə edən adamlara imkan vermirsənsə, onda səni bu sadaladığım şeyləri heçə sayan kütlə özü ittiham eləməlidir ki, ittiham da eləyir.